Salam. Belə bir suala baxaq. Paylaşdığımız suallardan birinci sualımız belə idi. Bu sualda biz nəyə fikir verməliyik? Gördüyümüz kimi biri 2 əsasdan üstü loqaritma, digəri 3 əsasdan 2-dir. Bu tip misallarda həmişə birini saxlayıb o birisini də buna gətirməliyik. Biz bilirik ki, loqaritma A əsasdan B, 1 bölünsün B əsasdan A-ya bərabərdir. Yəni əsasdan loqaritma altının yerini dəyişib yazırıq. Mən də onda yazacağam 6 bölünsün 3 üstə gəlinsin. Loqaritma 2 əsasdan 3-ü olduğu kimi saxlasam, 2 bölünsün 1 üstə gəlinsin 3 vurulsun. İndi mən 3 əsasdan 2 yerinə yaza bilərəm. 1 bölünsün 2 əsasdan 3 yaza bilərəm. İndi baxın, burada 2 əsasdan 3 burada da var, burada da var. Ən yaxşısı bunları bir T deyək. 6 bölünsün 3 üstə gəl T, üstə gəl 2 bölünsün 1 üstə gəl 3 böl T alınır. Bu ifadəni sadələşdirən zaman 6 bölünsün 3 üstə gəl T, üstə gəl. Bilir ki, burada nə durur? Orada mərkəz T-də. Əgər mən bu ifadəni T-yə vursam, o zaman məxrəzdən qurtararım. Amma bilirik ki, sürəti T-yə, məxrəz T-yə vurursa, sürət də T-yə vurmalı. 2 T bölünsün, T-ni 1-ə vuranda T, T-ni 3 böl T-yə vuranda 3. Məxrəzlərimiz eyni oldu. Bərabərləşdi. Məxrəzlər eynidirsə, məxrəzlər olduğu kimi qalır, sürətlər toplanır. Sürətlər də 2-ni ortaq vuruş kimi çıxarsam 3 üstə gəl T alınır, aşağıda da T üstə gəl 3 var. Onlar ixtisar edər. Cavabımız alınır 2 D variantı. Növbəti sualımız limit aid idi. Limit sualında bilirik ki, üstündə qüvvət varsa, bu görkəmli limitə aiddir. Görkəmli limitdə bu şəkildə idi. 1 üstə gəlinsin, 1 bölünsün x, üstündə x mənə verirdi y-ni. Amma burada n yazmışam. Yəni üstündə n, 1 bölü n-in tərsi üstündə. Yəni burada görkəmli limitdə nədir? Burada 1 üstə gəl olmalıdır və 1 bölü n-in tərsi də qüvvətli olmalıdır. O zaman bizə bu y-ni verir. İndi mənim limitimdə limit n yaxınlaşır sonsuzluğa 1 üstə gəl, aha, 1 üstə gəl hissəsi var. 2 n bölünsün n kvadratı çıx 1. Baxın, bunun həll olunması üçün bax bu qüvvət. Baxın, bu ifadə qüvvətdə yazılmalıdır. Mən də yazıram 2n bölünsün, amma tərsi. Mən də bunun tərsini qüvvətdə yazmalıyam. Yazıram onda n kvadratı çıx 1 bölü 2. Əgər mən bunu qüvvətə yazdımsa, mən bunu qüvvətə elə belə yaza bilmərəm axı. Ona görə cavabın dəyişilməməsi üçün bir də götürürük bunun tərsini yazırıq. 2n bölünsün n kvadratı çıx 1. Bax, sanki bunlar ikisi vurulur burada. Cavab elə bir burada vurulanda nə edir? Bunlar 1 eləyir də. Üstündə də özünün ifadə verdiyi qüvvəti yazıram. Vurulsun, özünün ifadədə verildiyi qüvvəti də yazıram bura. 3n plus 5. Deməli, özünün şərtdə verdiyi qüvvəti də vurulsun, yazıram 3n plus 5. Oldu bu şəkildə. Baxın, özü tərsi bu hissə mənə verir y-ni. Yəni limit n yaxınlaşır sonsuzluğa. Y-nin üstündə nə alınır? Baxın, bu qüvvətləri vuranda bilir ki, bunun aşağısında 1 durur. Sürətə vurulur. 2n vurulsun, 3n plus 5 bölünsün n kvadratı çıx 1. Bərabərdir. Limit n yaxınlaşır sonsuzluğa. Y-nin üstündə 2n 3-ə vuranda 6n kvadratı, üstə gəl 10n bölünsün n kvadratı çıx 1 olur. Əlbəttə ki, limit qüvvətə gedir. Y-nin üstündə limit n yaxınlaşır sonsuzluğa 6n kvadratı, üstə gəl 10n bölünsün n kvadratı 1. Yaxşı, bu limiti biz hesablamağı bilirik. Yaxı, bilirik ki, ardıcıllığın limitində ən yüksək dərəcəyə bölməliyik. Baxın, yuxarıda n kvadratıdır, ən yüksək dərəcədə aşağıdadır. Yəni bu misalın ən yüksək dərəcə n kvadrat sayılır. Sürəti də məxrəci də n kvadratına bölsək, alınır yuxarıda. Deməli, bu hissəni silirəm artıq. Sürəti də məxrəci də ən yüksək dərəcə n kvadratına bölsək, alınacaq y-nin üstündə limit n yaxınlaşır sonsuzluğa 6n kvadratı böl n kvadratı, 10n böl n kvadratı bölünsün n kvadratı böl n kvadratı çıx 1 böl n kvadratı. Baxın, burada əsas məsələmiz nədir bizim? Bura ixtisar getdiyi cavab oldu 6. 6 üstə gəl. Baxın, burada n-lərin biri ixtisar gedir, aşağıda n qalır. 10 böl n-in limiti 0-a gedir. Çünki n-i yerinə sonsuzluq qoyanda ədədi sonsuzluğa böləndə o 0-a yığılmağa başlayır. Yəni, əgər dəyişən qalırsa, onun limiti 0-dır. Bölünsün n kvadratı n kvadratına böləndə 1 çıx 1 böl n kvadrat, yəni 1 böl sonsuzluq yenə nəyə gedir? 0-a gedir. Cavab da olur y-nin üstü 6 C variantı. Dördüncü sualımızdan davam edək. 5 əsasdan 15 istəyir. Amma məndə şərtdə verilən əsaslar 10-dur. Mən də onda bu ifadəni, məndən istədiyi ifadəni 10 əsasına gətirməliyəm. Biz bilirik ki, loqaritmada bir əsasdan başqa əsasa keçmə düsturu var idi. Bir əsasdan başqa əsasa keçmə düsturunda A əsasdan B isə biz bunu C əsasına keçirəndə loqaritma C əsasdan birinci B-ni yazırıq, bölünsün C əsasdan A-nı yazırıq. Sanki bu C-lər ixtisar gedir burada. Alınır A əsasdan B. İndi mən bu ifadəmi görürük, elgi olanda əsas 10 deməkdir. 10 əsasa keçirməliyəm. Loqaritma 5 əsasdan 15 bərabərdir. 10 əsasa keçirəm. Yəni loqaritma 10 əsasdan bilirik də elgi yazılır. Elgi 15 bölünsün elgi nə olar? 5. Aha, indi bunları burada elgi 5'dir, burada 15'dir. Mən bu 15'i, baxın burada da qəşəng 3'ü görürəm. 5 vur 3 yazsam, bilirik ki, vurmadısa ayrı-ayrılıqda biz onu loqaritmada toplama kimi yaza bilərik. Elgi 5 üstə gəl elgi 3 bölünsün elgi 5 alınır. Aha, elgi 5'imiz yoxdur, amma elgi 3'ümüzün cavabı şərtdə var. Elgi 3'ün yerinə B yazırıq. Bəs elgi 5'i hardan tapa bilərəm? Elgi 5'i tapmaq üçün mən bu elgini 10, bu 5'i mən 10 bölü 2 yazsam, bilirik ki, loqaritma altında bölmədirsə biz onu nə kimi yaza bilərdik? Çıxma kimi. Loqaritma 10 əsasdan 1 verər, 1 çıx nə alınır? Elgi 2 alınır. Deməli, elgi 5'in cavabı olur 1 çıx elgi 2. Bəs 1 çıx elgi 2 mənə nəyə verir? Elgi 2'yə baxaq şərtdə cavabını A verir. Deməli, 1 çıx A olur. Deməli, elgi 5'lərin yerinə 1 çıx A yazırıq. 1 çıx A üstə gəl B, bölünsün 1 çıx A. Amma belə bir cavabımız yoxdur. Mənfiyə vursaq, sürəti də məxrəzdə mənfi 1'ə vursaq, A çıx B çıx 1, aşağıda da mənfiyə vursaq, A çıx 1 alınır. Cavabımız olur A variantı.